Mateusz Kovalski'nin Şampiyonlar Liqasında ən çox seyv edən 3 qapıçıdan biri olması, Bəhlul Mustafazadənin son saniyə qolu və Frankfurt uyğun play-off'a vəsiqəni gətirməsi, Neapolda o ağır zərbədən sonra Kevin Medina'nın ayağa qalxıb israrla oynamaq istəyirəm deməsi, Elvin Cəfərquliyevin Kopenhagen oyunun ən yaxşı olması, Eintrachtla görüş dəftərinin komandasına düşməsi, Marko Yankovic'in daşdan keçən ötürmələri, 4-5 gol, 2 asistlə Camilo Duran'ın Qarabağın qıratına çevrilməsi, görünməyən qəhrəman Pedro Vicalio'nun Benfica ilə görüşdə MVP olması, öz mövqeyində qayış kimi olan Mateus Silva'nın həm də 1 gol və 1 asisti, təsnifatda və liqa mərhələsində 6 gol vurub 3 asist edən Leandro Andrade'nin şücaəti, Abdullah Zubirin etdiyi kapitanlıq, Aslanın müəllifi isə qar suyunu qaymağa çevirən seyirbaz böyük Azərbaycanlı Qurban Qurbanov oldu.